Ve dostlar her şeyin bilmirəm ağzıma gelen danışılan başladığı yere geldi. Bu kresloda başladık 30 gün önce video atmağa. 30 gün axır ki bitti. Sizi de təbrik eləyirəm. Özümü de təbrik eləyirəm. Gedək buradan görək başqa nə tapırıq. Bizim de bir dənə bundan varımızdı, gecə olmuşuq da. O da işləmir. Cırılıb burada. Cırılı bala. Biz bunu bacardıq uşaqlar. İndi sizə 30 gündə nələr yaşadığımızı danışacağam. Kameramanım Sadiqdən soruşmaq istəyirəm ki, Sadiq səncə bu 30 gün necə keçdi? Pox kimi. Sadiq niyə elə dedin ki? Nə olsun ki biz çox çətin günlər yaşadıq. Dostlar Instagramdan məni takip eləyin. 5-6 gün sonra ən çox izlənən videoların topunu, ən az izlənən videoların topunu hazırlayacağam, paylaşacağım Instagramda. Top nə dayı ki? Hadi belə. Butona dəyərdi, xiyar. Qardaşım bu topdan bəs eləmirəm ha. Yəni top 5 ən çox izlənən video, top 5 ən az izlənən video. Başa düşdün? Allah ondan. Aysa. Məni Instagramdan takip edin dostlar. Məni hər gün bu YouTube'da izlədiniz. Day hər gün video gəlməyəcək çox ehtimal çünki çox yoruluruq. Dəhşət çox yoruluruq. Güc bəla ilə çatdırdıq. Hətta bir gün oldu mən bu həyatımda ilk dəfə oynadığım oyunlar videosunu paylaşdığım gün 12-yə 13 dəqiqə qalmış paylaşmışam. 13 dəqiqə də geciksəydi o video, mission failed olacaqdı. Gündəlik izlənmələrimiz bir günə 10-15 mindən 25 minə qədər qaldırdıq. 10 günə 90 min izlənən videomuz var. Ən ucuz abur-cuburlar videosu 10 günə 90 min izləndi. Ya bu çox böyük uğurdur. Hər birinizi çox sevirəm. Sonra iş birlikləri elədiyim mağazalar, markalar oldu. Telefon satıcısı olduğum video oldu. Bir Değilirsən xiyar. Nə qədər pul veriblər? Hə, ora girmədə. Bir günlük pizzacı olduğum video oldu. Çox maraqlı anlar yaşadığımız dəqiqələr oldu. Bu nə cümlədir la? Qarabağ sabah oyununda məni o qədər tanımağınız, izdiham yaşamağım falan. Yəni həyatımda yaşadığım ən böyük izdiham bu 30 gün ərzində təsadüf elədi. Kanalımızın ən böyük videolarından biri olan tabut videosunun kamera arkasını bu 30 gündə paylaşdıq. Sonra sizin bu kanalda görməyə ən çox sevdiyiniz qonaqlardan biri Şükürlə də video çəkdik. Başlayanda demişdim ki, biraz arada tərpəndəydim. Sadiq elə bir çəkəcək yatdı qaldı. Başlayanda demişdim ki bu kreslodan Azərbaycana açılacaq, məni çox adam izləyəcək və bu kresloda YouTube'da bu qədər prodüksiyonlu işlər olmasına rəğmən oturduğum yerdən də izlənəcəm demişdim. Bu kresloda çəkdiyim sadəcə hə və yox deməliyəm 35 min izlənib. Elə bir dənə o deyəsən yaxşı izlənib. Nə bilim yəni burada çəkdiyim videolarda 15-20 mindən çox adam baxdı da dostlar, yəni sadəcə bir kresloda oturub çəkdiyim videolara. Oturduğum halda belə fark atıyorsam sizə ayağa kaldırmayan elinizdə yanar hər vizə. Bura Enes Batur'un çox gözəl bir sözü oturur. Gözdə qardaşım stolu qoyaq. Enes abi. Enes Batur oturur bura. YouTube'a giririk. Enes Batur'un kanalı. Belə reklamlardan çox xoşum gəlir. Gör nə gözəl rəngləndirmədir. Belə evim olsun da nə olar inşallah. Pəncərəyə bax çox gözəl işıq düşür. Qaşınıram etim mən. 30 gündür video atmaqdan simə də bilmirəm. Haftada tek video bu mu emeğiniz sizin? Haftada 7 video görün işte budur. Azim, çalışma. Mutluluq. Qoyaq biraz Enes Batur'u izləsin. Enes Batur'u izlətdik. Belə dostlar, çox maraqlı günlər keçirdik. Amma elə ki qaşınıram qardaşım. Təzə virusdan zaddan tutaram. İndi bunu partladacağıq. Hələ mən bu 30 gün ərzində xəstələndim. Burada 2 dənə video var. YouTuber futbol challenge və Qarabağ Neftçi oyunu vlog. Bu videoların Miri montajdadır. Arxa fonda səsdə Miri sizlə danışdı. Mənim səsim çox pis idi deyə. Və bu 30 gündə mənə çox dostum kömək elədi. Hər birinə təşəkkür edirəm. İndi butonunu sındıracaqsan indi. İndi burada olmayanlar var işlədilər deyə bu Sadiq bekaradan da gəlib. Sadiq 3-2-1 deyib əl-ələ telefon. Mikrofon da telefon deyir. İnşallah mikrofonumuz sınıb futbol videosunda görmüsünüz. 3-2-1 deyirik partladırıq. Bunu partladı, bunu itələyə bilərik. Ha, maraqlı olar ha. Gəl video çəkək də qardaşım. Konfetilərindən nəsə itələmək, top itələmək, əşya itələmək. Olar yarışı. Hə. O videonu istəyirsə yorumlara yazın. Mən tutum da mən bazen. Hadi ikimiz də tutaq. Yox da mən sən əlinlə tutum. Əl-ələ tutaq. 1, 2, 3. Qorxma Sadiq. Partlat da Sadiq. Ver mən edirəm. Göyə bir yerdən. Yox da mən tutum sən əlimi. Ay mən də. 30 gün 30 video Sadiq əl sal. Mən inanıram ki bu günlər üçün çox darıxacağıq dostlar. Gün gələcək deyəcəksiniz ki İlkin Feyziyev o vaxtı hər gün video atırdı. Atma qardaşım. Nəysə videoya like atın, kanala abunə olun. Sağ olun, salamat qalın. At. Tuttum ha. Hayır Orkun, salma Orkun.